Nərimanovda gizli qalan bu məkanı əminəm ki, heç biriniz tanımırsınız. Bura sanki Nərimanov deyil, Sibriz bu havası verir. Bu qədər gözəl dizayn olmuş yerdə menyuya baxanda isə həqiqətən şok olmuşdum. Çünki qiymətlər çox münasib idi. Biz isə günorta vaxtı əyləşdiyimizə görə əlavə 30% endirim oldu. Və bizə dedilər ki, axşam saat 7-yə qədər bütün masalar 30% endirim tətbiq olunur. Biz cürbəcür yeməklər sifariş eləmişdik, amma mənim üçün bir nömrə bu sobada pişən tüşonka olmuşdu. Yəqin ki, videodan ətin necə yumşaq olduğu görünür. İkinci ən bəyəndiyim isə bu tava kababı idi. Hiss olunurdu ki, buradakı ətlər çox keyfiyyətlidir. Həqiqətən çox ləzzətli idi yeməkləri. Çoban qovurma, belə ruskisi, qarışıq məzə seti, göbələk çipsi, qutablar və 2 dadda kokteyl də sifariş eləmişdik. İnanın mənə ki, hər biri çox ləzzətli idi. Bura Nəriman Nərimanov metrosuna yaxın Şəki dairəsinin düz yanında yerləşən Okean Prime Resto Pub'dır. Burada restoranlardakından çox yemək çeşidi, publardakından çox məzə və içki çeşidi var idi. Və həqiqətən qutabından tutmuş isti yeməyinə qədər, məzəsindən tutmuş kokteylinə qədər çox ləzzətli idi hər biri. Resto Pub deməyimə baxmayın, xanımların da çox rahat əyləşəcəyi bir yerdir. Çünki məkanın bir tərəfini, böyük bir zonanı xüsusi olaraq xanımlar üçün ayırıblar. Videoda gördüyünüz bu hissəyə tək bəylərin girişi qadağandır. Və məkanın təkcə çölü yox, içərisi də mükəmməl idi. Yaxşı ki, gündüz vaxtı getdik, axşama doğru artıq tam doluydu. Müxtəlif VIP kabinetləri və böyük zalı var. Həqiqətən çox müasir dizayn olunub, çox bəyəndim buranı. Nərimanova yolunuz düşsə mütləq bura gəlin.